Sabahınız xeyirli olsun, hamınızı salamlayıram. Bugün sizlere kızım Pərinin uşaqlıq illərinə ait belə maraqlı, gülməli əhvalatlarını danışacağım. Əvvəlcə onu deyim ki, mən təhsilimi 97-ci ildə başa vurdum İstanbulda. İstanbul Universitetini bitirdim və elə həmin ildə İstanbulda işləməyə başladım. Həmin ilin sonunda 98-in əvvəlində uşaqları, ailəmi, onda 2 uşağım vardı. Pərinin, İmanın 5 yaşı, Pərinin 3 yaşı. İstanbulda ev kiralayıb evə apardım, evə. Neysə, İstanbulda yaşayırıq. Pərini də aparmışam artıq. Bir müddətdir ki, orada qalırıq. Bəlkə 1 ilə yaxındır. Bir gün Pərini sərgiyə apardım. İman getmək istəmədi. Pərini götürdüm. Mən sərgiyə dəvət eləmişdilər. Dedim, gedək sərgiyə, həm də öyle uşaq biraz gəlsin, görsün. Mindik avtobusa, indi qucağımda oturub gedirik. Neysə, bu Halkalı tərəfdə bizim avtobus, mindiyimiz avtobus. Qabağımızda gedən bir minibüsə arxadan yavaşca toxundu, vurdu. Neysə, avtobusu saxladılar, bir müddət dayandıq. Sonra yola davam elədik. Orada Pəri məni soruşur, ata, onda Türkçe danışır. Bunlar artıq Türkçədə tamamilə Türkçe öğrenmişler hər ikisi. Pəri Azərbaycan dilini tamam unutmuştu ama İman hem Azərbaycan dilini bilirdi ama Türkçe danışırdı. Dedi, atam, baba ne oldu? Dedim ki, biz otobüsümüz minibüse çarptı falan. İndi Pəri demək həmin gün və sonraki bir müddət özündən bir mahnı bəstələdi və o mahnını zümzümə eləməklə keçirdi. Demək, otobüse bindik, minibüse çarptık, otobüse bindik. Ve bunu sergiye gidince, sergiden kaydınca ve sonraki günlerde bu mahnını okurdu. Otobüse bindik, minibüse çarptık. İkinci hadise Moskova'da yaşayanda, demek Moskova'da yaşayırıq. İmanın 26 yanvarda ad günüdür. Neyse, masanı bəzədik, aldıq, ərzaq. İndi ad günü keçiririk, özümüz, dördümüz ailəcə ad günü keçiririk. Biraz demek bunun xüsusilə müxtəlif içəcəklər filanları alıp gətirmişəm. İndi yəqin həm də masanın bəzənməsi xoşuma gəldi və neysə, ad doğum günü keçdi. Səhər işdən evə qayıtdım 27 yanvarda. Gördüm, bu Pərinin keyfi yoxdur. Kızım, ne oldu? Mənə də çox bağlıydı Pəri, uşaq vaxtı. Deyir ki, bəs ata, İmana doğum günü keçirirsən, mənə yox. Mən istəyirəm ki, bugün də mənim olsun. Dedim, yaxşı. Onda bugün də sənin doğum günüdür. Qayıtdım, getdim marketdən bir də alışveriş elədim, gəldim. Masanı dedim, bəziyin. Masanı bəziyin. Həmin gündən bir müddət keçincəyə qədər biz hər gün Pəriyə doğum günü keçirdik. Bu da bir gülməli. Yine Moskova'da yaşadığımız illərdir. Pərinin saçlarını mən səhərlər özüm darayardım. İncitməli. Deyirdi ki, atam darayanda benim saçımı incitmir. Səhər tezdən duran kimi gələrdi yanıma, saçını darayırdım. Bir gün saçını darayanda baxdım ki, başında kızartılar var. Deməsən su çiçeği tutur. Və bunu gördüm ki, qaşımağa meyillidir. Tez götürdük, getdik həkimə. İndi həkim dedi ki, yaxşı ki, vaxtında gəlmişsiniz, indi su çiçeği başlayır. Buna bəzi dərmanlar verdi. İndi onda da uşaqlar artıq Rusça öyrəniblər. Moskovada hər ikisi səlis şəkildə Rusça danışırlar. Demək ki, Rus həkim qadın, ümumən biz durmuşuq, yoldaşım mən, Pəri, İman. Deyir ki, bu dərmanları apararsınız, bunu belə eləyəsiniz falan. Sonra qayıtdı ki, indi Pəri də durub baxır. Uşaqlar da baxırlar belə, sakitcə durublar. Dedi ki, bunları eləyəcək kimsə var evdə. Bunları eləyəcək tibb bazı və Pəri oradan Rusça qayıdacaq. Bəli, var. Atam, bunların hamısını atam eləyəcək. Həkim də güldü, hamımız güldük. Deyir, lap yaxşı, atandan yaxşı həkim ola bilməz. Belə. Yenə bir gülməli əhvalat Pəri ilə bağlı. Demək, 2000-ci ilin yayıdır deyəsən. Qaynımın toyuna gəlmişik Bakıya, gəldik. Toya geldik, toy oldu, getdik, qayıtmışıq indi, Moskvadayıq.
bir-iki gün keçib və toydan qayıtmışıq artıq. Nəysə günorta və ya axşam Pəri yemək ye, deyir ki, bir günorta ya axşam yadımda deyil. Yox bu ata, mən toxam. Dayımın toyunda kebabı çox yemişəm. Toxam, onu da yeməm. Belə maraqlı əhvalatlar olurdu Pərinin. Gülməli əhvalatlar. Uşaqlıqda mənə çox bağlı idi. Bir dəfə də yenə Moskvada, mən Moskvada yaşayanda maşını hardasa evdən bir 3-4 dayanacaq uzaqda saxlayardım. Orada dayanacaq Moskvada problem idi. Hər yerdə yox idi dayanacaq, pullu dayanacaq. Orada saxlayırdım. Dayanacaqdan evə qədər bir hardasa bir 2 kilometre piyadan gəlməliydim. Bir qış günü yine harasa getmişik. Geldim uşaqları həyətdə düşürdüm. Dedim ki, Pəri sən də anangildən çıxıb, mən maşını qoyum gəlim. Dedi, yox, mən də gedirəm səninlə. Neyse, getdik, maşını qoyduq. Şaxtalı, çovğunlu bir hadisə. Yer qar, havadakı çovğun. İndi aldım qucağıma, gəlirik, çovğunlu havada, mindirmişəm boynuma. Elə Kaşinski küçəsi 64-də çatanda, akşamüstü de karanlıktı, başlayamadı. Gördük ki bir tane, gördüm ki bir Uruz, içi balık kaçta, serhoş binanın, o Kaşinski 64'te binanın yola Kaşinski'ye bakan tarafında sökənib binaya, başım vurur binaya, Rusça deyir ki, ah sen bunu mənə niye elədin? İndi Pəri də başa düşmür, Pəri 5 yaşında uşaqlar deyir, ata o niye el edir? Deyirəm ki, evlə söhbət edir. İndi onu bir müddətdə evə sonra gələndən sonra deyir ki, biz yolda bir adam gördük. Başım vururdu binaya, bina ilə söhbət edirdi. Bax, Pərinin belə maraqlı, gülüş doğuran çox əhvalatları vardı. Hələ çox vardı, amma bugün yadıma düşən bunlardır. Allah Teala balalarımızı korusun, evlatlarımızı korusun, nəvələrimizi korusun. Xeyirli evlatlar nəsib, Allah Teala herkese xeyirli evlatlar nəsib eləsin inşallah. Amin.